Macarıstan paytaxtı Budapeşt şəhəri öz tarixini çox böyük sevgi və məhəbbətlə qoruyur. Əlbəttə, digər Avropa şəhərləri ilə müqayisədə Budapeştin büdcəsi elə də böyük imkanlar yaratmır. Lakin bütövlükdə qədim tarixi məhəllələri burada toxunulmaz vəziyyətdə saxlamağa çalışırlar. Budapeştin Buda hissəsinə, köhnə şəhərə daxil olmaq üçün gərək Üzügülər xanıma müəyyən qədər pul ödəyəsən. Açığı dəqiq məbləğ yadımda deyil, lakin xatirimdədir ki, bu məbləğ bəndənizi iflasa uğratmaq imkanında deyil idi. Həm də qiymət çox yuxarı olsaydı, burada bu qədər avtomobil olmazdı. Yəni həmin ərazi tarixi abidələrlə bol olsa da, onu açıq səma altında muzey kimi bəsləmirlər. Buranın həyatı adi şəhər həyatıdır. Kafelər, ofislər, otellər. Əgər çayın o tərəfində 5 ulduzlu otel 1 manatadırsa, burada həmin qiymətə ancaq 3 ulduzlu taparsınız. Qala təpəsi, Kripasnoy Holm, belə adlanan ərazi şəhərin Buda tərəfində yerləşir. Kral sarayı, qədim qalalar, rəngarəng evlər. Buda çox romantik yer hesab olunur. Ona görə də gənc sevgililər gəzinti üçün Peştanı yox, Budanı seçirlər. Kimi qucaqlaşıb şəhərə yuxarıdan aşağı baxır, kimi isti havada özünü dondurma ilə sığortalayır. Pulu olan dondurma alır, pulu olmayan özünü verir pulsuz bulaq sularına. İçəri şəhər həmişə turistlərlə dolu olur. Çin, Yaponiya, Amerika, istənilən ölkələrin vətəndaşları. Budapeştin tarixini görmək üçün bura ideal məkandır. 1241-ci ildə Monqollar Macaristana gəlib bütün şəhərləri dərbadağın etdilər. Və yalnız bundan sonra 1247-ci ildə Kral 4-cü Bela həmin qalanın təməlini qoydu. 1541-ci ildə isə bu torpaqlara türklər gəldi. Nədənsə məhz elə bu dövrü Macarlar çox mənfi qiymətləndirirlər. Türklər, deyirlər onlar, heç bir abadlıq işlərini aparmırdılar, heç bir yenilik tətbiq etmirdilər. Onlar yalnız talan etməklə məşğul idilər. Bu, yerli tarixçilərin fikirləridir. Buday qalası türklər gələndən sonra Türk paşasının iqamətgahına çevrilmişdi. Bu da isə Osman İmperiyasının bir vilayətinin paytaxtına. Müdafiə üçün bu qala çox ideal yer idi. Nəhəng divarlar, dağüstü yüksəlik, 3-4 topla bir ordunun qabağını almaq olardı. Lakin bu toplar türkləri məğlubiyyətdən xilas edə bilmədilər. 1686-cı ildə Yevgeni Savoyskinin rəhbərliyi ilə Avstriya ordusu 40 günlük mühasirədən sonra Buda qalasını ələ keçirməyə müvəffəq oldu. Və bu da Habsburqlar İmperiyasının tərkib hissəsinə çevrildi. I just want all my days spent being next to you, live for just loving you and baby all by the... Bakının küçələrinə fərqli olaraq Budanın küçələrində zirzibil görmək müşkül məsələdir. Hər addım zibil qutuları və hər qutunun yanında silafan paketlər. Bir dənəsini qopart, zibilini at içinə və əgər qutu doludursa, tulla paketini böyük zibil konteynerlərinə. Açığı mən Budapeşti bu qədər təmiz, yerli əhalini isə bu qədər təmizkar təsəvvür etməzdim. Madyarlara, düşünürdüm mən, kommunistlərin nəfəsi deyil, özü də Rus kommunistlərinin nəfəsi. Və bu səbəbdən bu nəfəsin izlərini görməmək mümkün olmayacaq. Lakin gerçəklik məni sevindirdi. Macaristanda nə kommunistlərin, nə də Rusların nəfəsi çox ömür sürə bilmədi. Bu ölkədə Ruslara qarşı münasibət yalnız bir mənalıdır. Yəni Rusları burada sevmirlər. Yox, hakimiyyət səviyyəsində bu münasibəti görmək mümkün olmur. Polşadan fərqli olaraq Macaristan müasir Rusiya ilə konfliktlərə getmir. Lakin əhali Rusları sevmir və bu hisslərin səbəblərini anlamaq çətin deyil. İkinci Dünya müharibəsindən sonra Macaristan faktiki olaraq SSR-nin əsarətinə keçdi. Lakin azadlığı və müstəqilliyi çox yüksək qiymətləndirən Macarlar bu vəziyyətlə barışmaq istəmədilər və 1956-cı ildə Budapeşt şəhəri üsyana qalxdı. Moskvanı o vaxt Xruşov idarə edirdi və onun əmri ilə həmin ildə Sovet ordusu ikinci dəfə şəhərə daxil oldu. Daxil oldu və şəhəri qanun içində batırdı. Bu qəddarlığı Macarlar Sovet hakimiyyətinə bağışlamadılar və SSR-i dağılandan sonra Macaristan Moskvanın əsarətindən çıxmağa müvəffəq oldu. Budapeştin tarixi ümumiyyətlə qanlı səhifələrlə doludur. 1944-cü ilin axırlarında Sovet ordusu 3 ay ərzində Budapeşti gecə-gündüz bombardıman etdi və yalnız 102 gün davam edən döyüşlərdən sonra şəhərə daxil ola bildi. Bu döyüşlərdə 38 min insan həlak oldu. Şəhərin bütün körpüləri dağıdıldı, binaların isə fəqət 1/4 hissəsi nisbətən toxunulmaz qaldı. Ən böyük itkilərə isə Budapeştin Yahudi əhalisi məruz qaldı. Döyüşlər zamanı yox, müharibədən əvvəl Budapeştdə 250 min Yahudi yaşayırdı və Holokost adlanan genosiddə Almanlar onların əksəriyyətini məhv etdilər.
Əgər xatırlayırsınızsa, Schindler Siyahısı filmində Raul Wallenberg bir çox yahudiləri xilas etmişdi və həmin o hadisələrin bir hissəsi məsələ Budapeştdə cərəyan edirdi. Bugün Buda təpələrinə şəhərə baxarkən o qanlı tarixin izlərini görmürsən. Yenidən bərpa olunan körpülər və dünyada ən gözəl parlament binalarından hesab olunan Macarıstan parlamentinin binası. Bir suyu Britaniya parlamentinə bənzəyən Macarıstan parlamenti həqiqətən də çox əzəmətli və çox gözəl görsənir. Yanına Big Ben qoysan, olar London. Hərçənd ki, Şərqi Avropa ölkələri ilə müqayisədə Macarıstan daha zəngin görsənir, onun sosialist keçmişi özünü biruzə verir. Yəni, nisbi zənginlik Macarıstan əhlini firavan yaşada bilmir. Əgər Qərbi Avropa ölkələrinin vətəndaşları müəyyən yaşa çatandan sonra əməlli başlı pensiya alırlarsa, burada ağsaqqal və ağbirçəklər hələ belə imkanlara malik deyirlər. Və elə bu səbəbdən yaşlı nəslin nümayəndələri öz dolanışıqlarını yaxşılaşdırmaq üçün xırda bizneslə məşğul olurlar. Burada bütün Avropada olduğu kimi valideynlərə kömək etmək elə də dəbdə deyil. Ona görə hamı ayrı-ayrılıqda öz həyatını yüngülləşdirməyə çalışır. Nənələr toxuduqları süfrələri turistlərə təklif edirlər, nəvələr isə həmin turistlərə öz musiqi məharətlərini nümayiş etdirirlər. Alətlərin qutularını qabaqlarına qoyub, varlı dövlətlərdən gələnlərin mərhəmətinə ümid bəsləyirlər. Kimi 5 sent atır, kimi 2 avroluq dəmir pul. Başı örtüklü xaçpərəst xanım isə klassik musiqi sevərləri operada keçiriləcək tamaşalara dəvət edir. Günəşli hava, gözəl mənzərə, həzin musiqi. Macarlar nisbətən ağır həyata baxmayaraq öz xeyirxahlıqlarını itirməyiblər və əgər hansısa sürücü kobud şəkildə yol hərəkət qaydalarını pozmaq fikrinə düşürsə, onun bu istəyini dəstəkləyən dərhal tapılır. Lakin düşünməyin ki, belə hallara burada tez-tez rast gəlirsən. Macarıstan xalqı həm təmizkardır, həm nizam-intizamlı. Əgər bizdə tıxacdan bezmiş krutoylar tərəddüd etmədən qarşı yola çıxıb başqalarını arxada qoymağa çalışırlarsa, Budapeşt şəhərində mən belə mədəniyyətsizliyə rast gəlmədim. Açığı elə böyük tıxaclar da görmədim. Yalnız bir-iki dəfə çayın bu tərəfindən o tərəfinə keçəndə. Dunay üstündən salınan körpülər görünür bugünkü tələblərə cavab verə bilmirlər. Yox, keyfiyyət və gözəllik sarıdan onlar kifayət qədər qənaətbəxş görsənirlər. Lakin sayca hələ ki yox. Heç bir körpünü boş görmürsən. Kimi bu tayda yaşayıb o taya işə tələsir, kimi o taydan bu taya mal daşıyır, kimi şəhərə xüsusi yaraşıq verən körpülərə əcnəbi gözü ilə yaxından baxmaq istəyir. Macarıstana hər il 40 milyon turist gəlir. Əsasən qonşu dövlətlərdən. Həm körpülərə baxmağa, həm bənzərsiz Budapeşt saraylarına. Lakin bu səbəb yeganə deyil. Avstriya, Almaniya və yaxud Britaniya turisti üçün Macarıstan qiymətləri çox əlverişli görsənirlər. Əlbəttə, onların qiymətləri ilə müqayisədə. Ona görə şənbə bazar tox ölkələrin gözü doymayan sakinləri Macarıstana bazarlığa gəlirlər. Həm şopinq edirlər, həm Budapeştdə keçirilən çox saylı festivallardan feyziyab olurlar. Tox ölkələrdən gələnlər bahalı çəkmələrdə, ac ölkələrin emigrantları ayağı yalın, kirli ayaqlarını utanmadan nümayiş etdirən belə əhli-keyflərə heç kim fikir vermir. Bütün diqqət şəhərin mərkəzi piyada zonasında quraşdırılan müvəqqəti səhnəyə yönəlir. Çünki orada bir-birlərini əvəzləyən folklor ansamblları öz ölkələrinin zəngin mədəniyyətlərini böyük məharətlə təqdim edirlər. Belə festivallarda söhbət ölkənin nüfuzundan və imicindən gedir. Və əgər cazibədar xanıma nağara çalmağı tapşırıblarsa, heç şübhə etməyin, bu işin öhdəsindən o çox böyük həvəslə gələcək. Və alovlu ritmlərə dözməyən saqqallı turistlər özlərindən asılı olmayaraq rəqs etməyə başlayacaqlar.
2006-cı ildə Budapeşt şəhəri öz tarixinə şərəf gətirməyən günlər yaşadı. 10 minlərlə şəhər sakinləri küçələrə çıxaraq Sosialist Partiyasının qərargahını daşa basdılar. Çünki həmin partiyadan olan baş nazir öz çıxışında etiraf etmişdi ki, seçkilərdə qalib gəlmək üçün o öz xalqına iqtisadiyyatın həqiqi durumu haqda bilərəkdən yalan məlumat vermişdi. O zaman qəzəblənmiş Budapeşt sakinləri bir neçə gecə ərzində polislərlə toqquşmalardan çəkinmədilər. Bugün o faciəli hadisələrin izlərini şəhərdə görmək mümkün deyil. Bugün şəhər küçələrinə çıxanlar Budapeştin gecə həyatına yaxından baxmaq istəyənlərdir və iqtisadiyyatın həqiqi vəziyyətini öz misalında hiss edənlər. Skripka çalan xanım balasını koleskada yatırdım, 5-10 qəpik pul umur. Həm körpəsinə laylay çalır, həm turistlərə romantik dəqiqələr bəxş edir. Lakin düşünməyin ki, mənim iqtisadiyyat düşüncələrim yalnız mənfi xarakter daşıyır. Macarıstan kifayət qədər inkişaf etmiş ölkədir və gecələr çörək pulu qazanmaq üçün skripka çalanlarla yanaşı, burada həmin gecələr pul səpələyənlər də var. Onları həm gecə klubları gözləyirlər, həm kazinolar. Lakin Budapeştin gecə həyatı kifayət qədər imkanlar bəxş etsə də, bütövlükdə sakit və ağayənə görsənir. Parisin, Londonun və yaxud Hamburqun spesifik məhəllələrində cərəyan edən həyatı burada görməzsiniz. Şəhər mərkəzində səpələnən kafelərdə ədəbərkanlı müştərilər ədəbərkanla əyləşib, ədəbərkanlı vitrinlərə nəzər salırlar. Yerli əhali və turistlər şənbə bazar günləri şəhərin gəzinti küçələri müştərilərdən korluq çəkmirlər. Lakin yalnız gəzinti küçələri yox. Gecə Budapeştin mərkəzi küçələri, körpülər, saraylar, parlament binası məharətlə işıqlanır və avtomobillə gəzərkən bu işıqlı gözəlliyin canlı şahidi olursan. Avtomobili olan avtomobillə gəzir, avtomobili olmayan şəhər nəqliyyatı ilə. Lakin tramvay və avtobuslara minən yalnız avtomobilsizlər deyil. Bütün Avropada olduğu kimi burada da dayanacaq qiyməti kifayət qədər yüksəkdir. Pulsuz parkinq yeri tapmaq isə bir qədər problematik görsənir. Ona görə yerli əhali avtomobillərini evlərinin yanında qoyub şəhər gəzintisinə ictimai nəqliyyatla çıxırlar. Həm də içkili maşın sürmək burada çox böyük cərimələrlə nəticələnir. Həftə sonu isə sakinlərin əksəriyyəti məşhur Tokay və Riesling şərablarından dadmağı özünə borc bilir. Ən görkəmli restoran və kafelər isə Dunay çayının üstündə yerləşir. Qocalmış gəmiləri təmir edib yerli biznesmenlər onları restoranlara çevirirlər. Qiymətlər isə dediyim kimi nisbətən münasib görsənirlər. Yox, adı çəkilən şərablar özlərinə qiymət verə bilirlər. Amma məsələn, pivənin qiyməti Avropanın digər şəhərləri ilə müqayisədə bir qədər ucuzdur. Gecə klublarına giriş əksər hallarda pulsuzdur. Lakin bəzilərində sizdən 5-10 avro ekvivalentində forint istəyəcəklər. Amma bu halda da həmin qiymətə bir kokteyl və ya digər içki daxil ediləcək. Yəni klubda giriş biletini barmenə təqdim etsəniz, o seçdiyiniz içkini sizə pulsuz verəcək. Amma yalnız bir dəfə. Bir badə ilə kifayətlənə bilməsəniz, digərlərinin pulunu əlavə ödəməlisiniz. Lakin belə səsküylü diskoteka tipli klublara yalnız gənc nəsil gedir. Samballı şəhərin samballı sakinləri isə daha çox sakit küçələrdə səpələnən sakit kafelərə üstünlük verirlər. Burada oturub onlar əksər hallarda ya pivə ya da kofe sifariş edirlər. Axşamlar çay içmək bu ölkədə dəbdə deyil. If you decide to walk away so easily, just because I said some things I didn't mean, in case you change your mind. Budapeştdən 70 kilometr aralıqda Székesfehér var. Székesfehér var şəhəri. Biraz uzun dağdır. 84-cü ildə burada olanda bu şəhərə bizi aparmışdılar. O vaxtlar çox hoşumuza gəlmişdi. Balaca Xudmani belə şəhərcik. Gedirəm ora, gedim görüm nə dəyişir bu vaxtlardan. Macarıstanın Székesfehér şəhərini Macarlar krallar şəhəri adlandırırlar. Bu şəhər ölkənin ən qədim şəhərlərindəndir. Burada kralları taca gətirirdilər. Burada təhlükəli zamanlarda həmin tacı və dövlət arxivlərini gizlədib qoruyurdular.
Sekesfexervar şəhərinin təməlini 970-ci ildə Madyar knyazı Geza qoydu. O vaxtlar bütün bu ərazini böyük bir bataqlıq təşkil edirdi. Şəhərə isə Geza latınca ad qoydu. Alba Regia, yəni Ağ Kral şəhəri. Sonralar bu adı Macar dilinə tərcümə etdilər və o oldu Sekesfexervar. 30 il sonra Gezanın oğlu İştvan özünü yeni Madyar krallığının kralı elan etdi. Və Roma papası Silvestr bu adı təsdiqləyərək İştvanın başına kral tacını geyindirdi. Və Sekesfexervar oldu kral iqamətgahı. Tac qoyma mərasimləri, kral ailəsinin üzvlərinin toy və yas mərasimləri hamısı Sekesfexervarda keçirilirdi. Və 14-cü əsrdə Macar qanunları belə bir qayda tətbiq etdilər. Yalnız o kral legitim sayıla bilərdi ki, onun tac qoyma mərasimi burada keçirilirdi. Və daha bir tarixi hadisə. Avropanın ən qədim parlamenti olan Macaristan parlamenti orta əsrlərdə ilk iclasına məsələ Sekesfexervar şəhərində toplaşmışdı. Lakin birincilik statusu Budapeştdən əlinə keçəndə Sekesfexervar öz nüfuzunu itirməyə başladı. Ta Macaristan nəhəng imperiyanın tərkib hissəsi olana qədər. 1717-ci ildə Maria Tereza imperatriç oldu və bu adı 63 il saxladı. Və məsələ bu dövrdə Sekesfexervar şəhəri öz ikinci nəfəsini aldı. Yeni kilsələr, yeni binalar, yeni saraylar. Bugün Sekesfexervar şəhəri Avropanın digər balaca şəhərlərinə seçilmir. Xudmani şəhər, xudmani kafelər, xudmani dükanlar. Və bütün balaca şəhərlərdə olduğu kimi yerli əhali böyük şəhərlərin sakinlərindən öz istiqanlığı və qonaqpərvərliyi ilə seçilir. Balaca dükana mən elə belə daxil oldum. Açığı nəsə almaq fikrində deyil idim. Lakin dükanda işləyən xanım məni elə səmimi qarşıladı ki, ona xeyir verməyi özümə borc bildim. Həm də alıcısız darıxan xanım böyük maraqla mənə ölkəmiz haqqında suallar verirdi. Və mən onu anladım. Böyük şəhərlərdən fərqli olaraq belə şəhərciklərdə alış-veriş ajotajı olmur. Və əsasən ailəvi olan dükanlarda dükan sahibləri söhbət etməyə bir adam axtarırlar. Və daha bir fərqlik. Qərbi Avropada nadir yerlərdə kredit kartından imtina edirlər. Sekesfexervar şəhərinin balaca dükanlarında isə nəqd pula daha çox üstünlük verirlər. Amma ətraf gözəllik və küçələrin təmizliyi bu xırda qüsuru unutmağa vadar edirdi. Sükutlu istirahəti sevənlər gərək belə şəhərləri seçsinlər. Lakin sükutluqdan zövq almaq üçün bizim əfsuslar ki, vaxtımız yox idi. İrəlidə bizi Avropanın ən iri göllərindən olan Balaton gölü gözləyirdi. Balaton sularında ayaqlarımı isladıb, mən sonra Slovakiya tərəfə getməyə planlaşdırırdım. Slovakiya və onun paytaxtı Bratislavaya. Lakin bu haqda növbəti verilişdə. Salamat qalın. And it's got to last forever. Things are wrong and now it's over. Your love is gone, though mine is still around. Your love is gone, though mine